Azərbaycan tarixində qardaşını öldürüb hakimiyyətə gələn hökmdarın kim olduğunu bilirdinizmi? Bəs bu hökmdarın bütün Azərbaycan torpaqlarını birləşdirməsindən necə xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. 15-ci əsrin 60-cı illərində türk mənşəlli Baharlılar sülaləsinin idarə etdiyi Qaraqoyunlular dövləti bütün Azərbaycan torpaqlarını birləşdirməyi bacarmışdı. Amma onların bir addımlığında yerləşən digər bir türk tayfası Ağqoyunlular Uzun Həsənin rəhbərliyi altında get-gedə güclənirdi. Bu da Ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlular üçün təhdid idi. Ağqoyunluların Ərzurum şəhərini tutmasından narahat olan Qaraqoyunlu hökmdarı Cahanşah 1466-cı ildə böyük bir ordu toplayaraq Ağqoyunluların paytaxtı Diyarbəkir istiqamətində yürüşə başladı. Lakin Cahanşah sərkərdələrinin təkidi ilə Ağqoyunlularla açıq döyüşə girmədi və ordusunun böyük bir hissəsini Muş istiqamətində qışlamağa göndərdi. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Muş düzənliyində qəflətən Cahanşahın başsız qalmış ordusuna hücuma başladı. Bununla da Qaraqoyunlu ordusunun böyük bir hissəsi məhv edildi. Sağ qalanlar isə əsir alındı. Sancaq adlı yerdə öz keşikçi dəstəsi ilə ziyafət təşkil edən Cahanşah ordusunun darmadağın edilməsindən xəbərsiz idi. Cahanşahın yerini tapan Ağqoyunlular gecə vaxtı onun çadırına hücum etdilər. Ağqoyunlu sərkərdələrindən biri olan İskəndər bəy 1467-ci ilin 4 oktyabrında Cahanşahı öldürdü. Cahanşahın ölümündən sonra bir neçə Qaraqoyunlu bəyi onun zindanda olan oğlu Həsənəlini həbsdən çıxarıb hakimiyyətə gətirdilər. Bu dövrdə tənəzzülə uğrayan Qaraqoyunlu dövləti ərazilərinin böyük bir hissəsini itirmişdi. Dövlətin nüfuzunu bərpa etmək istəyən Həsənəli böyük bir ordu toplayıb Ağqoyunluların üzərinə hücuma keçdi. 1468-ci ildə Xoy şəhərinin yaxınlığında üz-üzə gələn orduların savaşından Ağqoyunlular qalib ayrıldı. Həsənəli isə döyüş meydanından Qarabağa qaçaraq Qaramanlı tayfasına sığındı. Lakin çox keçmədi ki, Uzun Həsənin oğlu Uğurlu Məhəmməd onu ələ keçirdi. Bir neçə gün sonra Ağqoyunlu şəhzadəsi Uğurlu Məhəmməd Həsənəlini edam etdirdi. Bununla da 1468-ci ildə Qaraqoyunlu dövləti süquta uğradı. Onun yerində mərkəzi Təbriz şəhəri olan yeni bir türk dövləti Ağqoyunlular Sultanlığı yarandı. Bəs Ağqoyunlular kim idi? Bunu bilmək üçün gəlin əvvəl dövlət yaranmamışdan qabaq Ağqoyunlu tayfa ittifaqının fəaliyyətinə nəzər salaq. Ağqoyunlular Monqol hücumları zamanı digər türk tayfası Qaraqoyunlular kimi Mərkəzi Asiyadan Şərqi Anadoluya köç etmişdilər. Oğuzların Bayandır boyundan olan Ağqoyunlular burada mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyini qurmuşdular. İlk vaxtlarda Ağqoyunlu bəyliyinin başçısı Bayandır boyundan olan Pəhləvan bəy idi. 15-ci əsrin əvvəllərində Ağqoyunlu bəyliyinin başına Qarayuluq Osman bəy gəldi. Onun hakimiyyəti illərində yaxınlıqdakı qonşu tayfalar da Ağqoyunlulara qoşulmuşdu. Kiçik bəylik böyüyərək güclü bir tayfa ittifaqına çevrilmişdi. Hətta Qarayuluq Osman bəy Diyarbəkirdə öz adına pul da kəsdirirdi. Qarayuluq Osman bəy 1430-cu illərdə yürüşlər təşkil edərək Şərqi Anadolunun böyük bir hissəsini ələ keçirmişdi. Bu dövrlərdə Ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlular həm Şirvanşahlarla, həm də Teymurilərlə müharibə şəraitində idi. 1434-cü ildə Teymuri Sultanı Şahruxun 200 minlik ordusu ilə Azərbaycana yürüşə başladığını xəbər alan Qaraqoyunlu İskəndər Mirzə 50 minlik ordusu ilə qərbə doğru hərəkət etdi. Şahruxun əmri ilə Qara İskəndəri ələ keçirmək istəyən Qarayuluq Osman bəy Ərzurum ərazisində Qaraqoyunlu ordusu ilə üz-üzə gəldi. 1434-cü ilin sonunda Ərzurumda baş verən döyüşdə Qaraqoyunlular Ağqoyunluları ağır məğlubiyyətə uğratdı. Döyüş zamanı ağır yaralanan Qarayuluq Osman bəy 1435-ci ilin əvvəlində vəfat etdi. Bəylikdə hakimiyyətə Qarayuluq Osman bəyin oğlu Cəlaləddin Əli bəy gəldi.
1435-1438-ci illər aralığında hakimiyyətdə olmuş Cəlaləddin Əli bəyin hökmdarlıq illərində Ağqoyunlular davamlı olaraq Qaraqoyunluların hücumlarına məruz qalırdı. 1438-ci ildə hakimiyyətə Qarayuluq Osman bəyin digər bir oğlu, yəni Cəlaləddin Əli bəyin doğma qardaşı Həmzə bəy Bahadur gəldi. 1438-1444-cü illər aralığında hakimiyyətdə olan Həmzə bəy Bahadur çətinlik bahasına olsa da Ağqoyunlu bəyliyinin varlığını qoruyub saxlaya bildi. 1444-cü ildə Həmzə bəy vəfat etdi. Varisi olmadığına görə hakimiyyətə onun qardaşı Cəlaləddin Əli bəyin Sara xatundan doğulmuş oğlu Cahangir Mirzə gəldi. 1444-1453-cü illər aralığında Ağqoyunlu bəyliyini idarə edən Cahangir Mirzənin hakimiyyəti illərində müəyyən qədər sabitlik yarandı. Lakin bu sabitlik uzun sürmədi. Belə ki, keçmiş Qaraqoyunlu hökmdarı İskəndər Mirzənin oğlu Əlvəndin Ağqoyunlulara sığınması Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi. Buna görə də Cahanşah Ağqoyunluların paytaxtı Diyarbəkirə hücum etdi. Diyarbəkirin mühasirəsi 2 ilə yaxın davam etdi. 1452-ci ildə şərq tərəfdən Babur imperiyasının hücum etmə ehtimalını nəzərə alan Cahanşah Ağqoyunlularla sülh bağlamağa can atırdı. Ağqoyunlu bəyi Cahangir Mirzə də sülhə razı idi. Lakin onun kiçik qardaşı Həsən bəy və onun ətrafında birləşən əyanlar sülh müqaviləsinə razı deyildilər. 1453-cü ildə baş verən döyüşdə Həsən bəyin komandanlığındakı Ağqoyunlu ordusu məğlub oldu. Vəziyyəti belə görən Cahangir Mirzə Mardinə qaçdı. Əyanlar başsız qalmış bəylikdə Cahangir Mirzənin doğma qardaşı Həsən bəyi tarixi mənbələrdə Uzun Həsən adı ilə tanınan şəhzadəni hakimiyyətə gətirdilər. Hakimiyyəti itirdiyini görən Cahangir Mirzə keçmiş düşməni Cahanşaha sığındı. Bu dövrdə Qaraqoyunlu Cahanşah həqiqi Ərzincan şəhərini Cahangir Mirzəyə iqta olaraq vermişdi. Amma Cahangir Mirzə hakimiyyətini itirməklə heç cür barışa bilmirdi. Qaraqoyunlulardan hərbi dəstək olan Cahangir Mirzə 1457-ci ilin əvvəlində qardaşı Uzun Həsənin üzərinə yürüşə başladı. 1457-ci ilin yazında üz-üzə gələn qüvvələrin savaşından Uzun Həsənin ordusu qalib ayrıldı. Diplomat bir xanım olan anası Sara xatunun məsləhətləri ilə Uzun Həsən hakimiyyətini xeyli möhkəmləndirdi. Artıq onun önündə heç bir əngəl qalmamışdı. 1467-ci ildə Muş döyüşündə əzəli rəqibləri olan Qaraqoyunluları məğlub edən Uzun Həsən bir il sonra paytaxtı Təbriz şəhəri olan müstəqil Ağqoyunlu dövlətinin əsasını qoydu. Uzaqgörən bir hökmdar olan Uzun Həsən Diyarbəkirdən Xorasana, Kür çayından İran köfrəzinə qədər böyük bir ərazini əhatə edən qüdrətli bir imperiya qurmuşdu. Qonşuluğunda yeni bir dövlətin qurulmağı ilə barışmayan Teymuri Sultanı Əbu Səid böyük bir qüvvə ilə Azərbaycan torpaqlarına daxil oldu. 1469-cu ilin əvvəlində Uzun Həsən Muğan ərazisində Teymurilərin qüvvələrini darmadağın etdi. Bu döyüşdə Teymuri Sultanı Əbu Səid öldürüldü. Bu qələbədən sonra Ağqoyunluların əsas rəqibi Osmanlı imperiyası idi. Ticarətə böyük önəm verən Uzun Həsən Qaradəniz sahilində yerləşən Trabzon krallığı ilə qohumluq əlaqələri qurmuşdu. Bu da Ağqoyunlu tacirlərinə Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratmağa imkan verirdi. Şərqdən gələn ticarət yollarına nəzarəti ələ keçirmək istəyən Osmanlı Sultanı II Mehmet Ağqoyunlu tacirlərinin Qaradənizə mühüm çıxış məntəqəsi olan Trabzonu hədəfə aldı. Trabzon məsələsi Ağqoyunlu Osmanlı münasibətlərini daha da kəskinləşdirdi. Osmanlı Sultanı II Mehmet böyük bir ordu ilə Trabzon səfərinə çıxdı. Ən yaxın müttəfiqini, yəni Trabzon krallığını müdafiə etmək məqsədi ilə Qoyluhisar adlı yerdə Osmanlılarla savaşa girən Uzun Həsən döyüşdən qalib ayrılsa da, yaranmış şəraiti düzgün qiymətləndirərək barışığa gəlmək qərarı verdi. O, anası Sara xatunu sülh bağlamaq və II Mehmeti Trabzon üzərinə yürüşdən daşındırmaq məqsədi ilə Osmanlı Sultanının düşərgəsinə göndərdi.
Osmanlı Sultanı II Mehmet əvvəl sülhə razılıq versə də, daha sonra ordusu ilə Trabzon üzərinə hücum etdi. 1461-ci ilin 15 avqustunda Osmanlı ordusu Trabzon qalasını fəth etdi. Bununla da Bizans imperiyasının son qalığı olan Trabzon krallığı süquta uğradı. Qohumluq əlaqələrinə əsas gətirən Sara Xatun Trabzon xəzinəsinin bir hissəsini 2-ci Mehmetdən ala bildi. Trabzonun itirilməsi Ağqoyunluların Avropa dövlətləri ilə ticarət əlaqələrinə ağır zərbə vurdu. Ağqoyunlu tacirləri Qara dənizə birbaşa çıxışı itirdilər. 2-ci Mehmetlə sülh isə Ağqoyunlu Osmanlı münasibətlərinə yalnız müvəqqəti sakitlik gətirdi. Sülh müqaviləsi bağlansa da Ağqoyunlular Trabzonun itirilməsi ilə barışa bilmirdilər. Bu da növbəti Ağqoyunlu Osmanlı müharibəsinin başlaması üçün zəmin yaradırdı. Ağqoyunlu hökmdarı Uzun Həsən Osmanlı ordusunun hərbi gücünə, onların odlu silahlardan istifadə məharətinə yaxşı bələd idi. Ona görə də Uzun Həsən bir qədər gözləyib vaxt qazandı ki, Osmanlılarla döyüşə yaxşı hazırlaşa bilsin. Mənbələrin məlumatına görə Ağqoyunlular bu müharibə üçün yalnız İraq ərazisindən 37 min əskər səfərbər etmişdi. Müxtəlif vilayətlərdən toplanan əskərlər İrəvan şəhərinin yaxınlığında cəmləndi. Ağqoyunlu ordusunun 40 min zirehli və mizraqlı piyada əskəri, 30 min süvarisi var idi. Oxatanlarla birlikdə Ağqoyunlu ordusunun sayı 100 min nəfərdən çox idi. Lakin Ağqoyunlu ordusunda çatışmayan bir şey vardı: odlu silah. Uzun Həsən ordusunun bu geriliyini aradan qaldırmaqdan ötürü qərb dövlətləri ilə, xüsusilə də Venesiya krallığı ilə ittifaqa girmişdi. Buna görə də Uzun Həsən 1472-ci ilin 30 mayında səfir Hacı Məhəmmədi Təbrizdən Venesiyaya göndərmişdi. Venesiya kralı ilə danışıqlar uğurlu keçdi. Belə ki, Osmanlı imperiyasının güclənməyini istəməyən Venesiyalılar Ağqoyunlu ordusunu odlu silahlarla təmin etməyi öz öhdəsinə götürdülər. Ağqoyunlularla Venesiya krallığı arasında əldə olunmuş razılaşmaya görə Venesiya gəmiləri Aralıq dənizinin sahilinə odlu silahlar və onun istifadəsinin təlimini bilən mütəxəssislər gətirməli idi. Beləcə Ağqoyunlular müttəfiqi olan Venesiya krallığının Anadoluya gətirdiyi top və tüfəngləri əldə edəcəkdilər. Plana görə Uzun Həsən Anadolunu fəth etməli, Osmanlı Sultanının Qara dənizə çıxışını bağlamalı idi. İkinci mərhələdə isə Uzun Həsən öz ordusu ilə boğazdan keçib Venesiya donanmasının dəstəyi ilə İstanbulu fəth etməli idi. Amma bütün bunların baş verməsi üçün Ağqoyunlu ordusu ilk növbədə odlu silahlar əldə etməli idi. Odlu silahların dəniz yolu ilə gətirilməsini təmin etmək məqsədi ilə Venesiyalılar Anadoludakı əksər Osmanlı limanlarına basqın etmək qərarına gəldilər. Admiral Pietro Moçenikonun rəhbərliyi altında müttəfiq qoşunları eyni vaxtda Anadolu limanlarına donanma göndərdi. Bu donanma 70 Venetsiya, 16 Napoli, 22 Rodos, 16 Papa və 5 Kipr gəmisindən ibarət idi. Venetsiyadan 50 top, 500 arbalet və 5000 tüfənglə yüklənmiş 2 böyük gəmi Polkovnik Tomassonun komandanlığındakı 5 zabitlə birlikdə Mersin istiqamətində yola salınmışdı. Həmin bu zabitlər Ağqoyunlu döyüşçülərinə odlu silahlarla davranmaq təlimləri keçməli idi. Söz verilən silahlar Mersinə vaxtında çatdırılsa da, Osmanlı kəşfiyyatı məsələdən xəbər tutdu və nəticədə 2-ci Mehmetin qüvvələri odlu silahların ünvanına yetişməsinə mane oldular. Beləcə Ağqoyunlu hökmdarı Uzun Həsən odlu silahsız qaldı. Amma buna baxmayaraq, o Osmanlılara qarşı döyüş hazırlıqlarını davam etdirirdi. Bu ərəfədə Osmanlı Sultanı 2-ci Mehmet də boş durmurdu. O Mora, Bosniya, Valaxiya, Anadolu, Qaraman, Kastamonu, Trabzon və digər vilayətlərdən toplanan əskərləri paytaxt İstanbula gətizdirdi. Bundan əlavə 2-ci Mehmet ona tabe olan bəyliklərin qüvvələrini də öz tərəfinə çəkməyi bacardı.
Fatehin əmri ilə Yunanlar, Serblər və Albanlardan ibarət xristian qüvvələri də Ankarada Osmanlı ordusuna qatılacaqdı. İkinci Mehmet bununla ordusunun sayının 100 min nəfərdən çox olacağını planlaşdırırdı. 1473-cü ilin 11 aprelində Osmanlı Sultanı II Mehmet ordusu ilə birlikdə şərqə doğru hərəkətə başladı. Artıq müharibə qaçılmaz idi. 1473-cü ilin yayında Uzun Həsən və II Mehmetin qüvvələri Ərzincan şəhərinin yaxınlığında Tərcan adlı yerdə bir-birinə yaxınlaşdı. Osmanlı ordusu öz döyüş toplarını Fərat çayının şimal sahilinə yerləşdirmişdi. Fəratın o biri sahilində isə Ağqoyunlu ordusu var idi. 1473-cü ilin 4 avqustunda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Osmanlıların kəşfiyyata çıxmış 4 minlik qüvvəsinə qəfil hücum etdi. Şəhzadə Uğurlu Məhəmməd dağlıq keçidlərdə Osmanlıların 4 minlik qüvvəsini darmadağın etdi. Bu toqquşmada Osmanlı ordusunun önəmli sərkərdələrindən biri olan Xasmurad Paşa döyüş zamanı öldürüldü. Uğurlu Məhəmməd qələbə xəbərini atasına deyib dərhal Osmanlı ordusuna hücum etməli olduqlarını bildirdi. Lakin Uzun Həsən xanımı Səlcuqşah bəyimin təkidi ilə Osmanlı ordusuna qəfil hücum etmək planından daşındı. Nəticədə böyük tarixi fürsət əldən verilmiş oldu. Uğurlu Məhəmmədin bu kiçik zəfərinin təsiri hər iki tərəf üçün fərqli olmuşdu. Osmanlı tərəfində matəm və bədminlik hökm sürərkən Ağqoyunlular bayram əhval-ruhiyyəsində idi. Amma bu məğlubiyyət Osmanlıları səhvlərini düzəltmək üçün yeni tədbirlər görməyə vadar etdi. Uzun Həsən isə geri çəkilən Osmanlı ordusunu bir həftə təqib etdi. Nəhayət 1473-cü ilin 11 avqustunda Tərcan dağının ətəyində gözlənən böyük toqquşma baş tutdu. Odlu silahlarının üstünlüyündən istifadə edən II Mehmet hərbi manevrlər edərək çətinlik bahasına olsa da bu döyüşdən qalib ayrıldı. Arxayınlıq Uzun Həsəni məğlubiyyətə sürükləmişdi. Döyüş meydanında məğlub olduğunu görən Uzun Həsən görünüşcə özünə bənzəyən Pir Məhəmməd bəy Alpautu öz yerinə qoyub döyüş meydanından uzaqlaşdı. Bu döyüşdə Ağqoyunlu ordusunun böyük bir hissəsi məhv edildi. Sağ qalanların əksəriyyəti isə əsir alınaraq İstanbula aparıldı. Ordusunun ərzaq ehtiyatlarının tükəndiyini görən II Mehmet Ağqoyunlu ordusunun qalıqlarını təqib etmədi. İki güclü Türk imperiyasının qarşı-qarşıya gəldiyi Otluqbeli müharibəsində qələbə qazanan Osmanlı imperiyası olsa da, ən karlı tərəf Venesiya krallığı başda olmaqla Avropa dövlətləri oldu. Çünki bu döyüş Osmanlı imperiyasının qərbdəki yürüşlərini bir qədər ləngitdi. Uzun Həsənin isə Otluqbelidəki məğlubiyyətdən sonraki illəri olduqca sakit keçmişdi. Onun bu hadisədən sonra yeganə hərbi səfəri Gürcüstan üzərinə olub. Belə ki, 1477-ci ilin yazında Uzun Həsənin 25 minlik ordusu ilə Osmanlı torpaqlarına səfər etməsi gözlənilsə də, o qəfildən Gürcüstan üzərinə yönəldi. Şərqi Gürcüstanı fəth edən Uzun Həsən İmereti kralı II Bağratı özündən asılı vəziyyətə saldı. Bununla da Gürcülər Ağqoyunlu sultanlığına illik 16 min duka vergi ödəmək öhdəliyi götürdülər. Uzun Həsən ömrünün qalan hissəsini dövlətinin güclənməsinə sərf etdi. Bütün Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirən Uzun Həsən qanunnamə hazırladaraq Ağqoyunlu dövlətinin iqtisadiyyatını xeyli inkişaf etdirdi. Onun hakimiyyəti illərində əhalidən alınan vergilər xeyli yüngülləşdirildi. Uzun Həsənin hakimiyyəti illərində İslam dininin müqəddəs kitabı olan Qurani Kərim tarixdə ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcümə olundu. Mədəniyyətə və incəsənətə böyük önəm verən Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu dövlətində bütün sahələr sürətlə inkişaf edirdi. Həm də Uzun Həsən Avropa dövlətləri ilə müxtəlif sahələrdə münasibətlər quraraq Azərbaycan tarixində qərb dövlətləri ilə diplomatik münasibətlərin əsasını qoydu. Sonuncu Gürcüstan səfərindən sonra Təbrizdəki sarayına çəkilən Uzun Həsən bundan sonra heç bir müharibəyə qatılmadı.
Ömrünün sonlarına yaxın oğlu uğurlu Məhəmməd Şirazda ona qarşı qiyam qaldırdı. Uzun Həsən digər bir oğlu Xəlil bəyi bu üsyanı yatırmaq üçün Şiraza göndərdi. Ögey qardaşı Xəlil bəyin ordusu ilə mübarizə aparmağın mümkünsüzlüyünü anlayan uğurlu Məhəmməd İstanbula yollanaraq atasının əzəli və əbədi rəqibi 2. Mehmetə sığındı. 2. Mehmet onu ədəb-ərkanla qəbul etdi və öz qızı Gövhərxan Sultanı ona ərə verdi. Bundan əlavə 2. Mehmet uğurlu Məhəmmədi Sivasa hakim təyin etdi. O, buradan atasına qarşı mübarizəsinə davam edirdi. 1477-ci ilin yayında gözlənilmədən Uzun Həsənin ölüm xəbəri yayıldı. Lakin bu xəbər yalan oldu. Atasının yalancı ölüm xəbərini alan uğurlu Məhəmməd İstanbula məlumat vermədən öz adamları ilə Təbrizə doğru yola düşdü. Lakin o Ərzincana yetişəndə Uzun Həsənin ölümünün yalan olduğunu öyrəndi və burada atasının ordusu ilə qarşılaşdı. 1477-ci ilin yayında Ərzincan yaxınlığında baş tutan döyüşdə oxla vurularaq öldürüldü. Başı kəsilən Şəhzadə uğurlu Məhəmmədin bədəni Ərzincanda dəfn edildi və üzərində türbə inşa olundu. Getdikcə yaşlanan Uzun Həsənin 4 fərqli xanımından dünyaya gəlmiş 7 oğlu var idi. O, sağlığında özündən sonra varis təyin etməmişdi. 1478-ci ilin 6 yanvarında Ağqoyunlu dövlətinin hökümdarı 55 yaşlı Uzun Həsən Təbrizdə vəfat etdi. Onu Təbrizdəki Həsən Padşah məscidində dəfn etdilər. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şəhzadələr arasında ölüm-dirim savaşı başladı. Əri Uzun Həsənin ölümünü fürsət bilən Səlcuqşah bəyim vilayət hakimi olan oğlu Xəlil bəyi hakimiyyətə gətirməyə çalışdı. O hələ Uzun Həsənin sağlığında oğlu Xəlili yeganə varis təyin etmək arzusunda idi. Əmirlərin dəstəyini alan Səlcuqşah bəyim 1478-ci ilin 6 yanvarında Uzun Həsənlə nigahından dünyaya gəlmiş Xəlil bəyin Ağqoyunlu sultanı olmasına nail oldu. Buna kimi Xəlil hakimiyyət uğrunda ögey qardaşı Maqsudu aradan götürmüş, digər qardaşları Yaqub və Yusifi sürgünə göndərmişdi. Sultan Xəlil əmisi Murad bəy Bahaduru da məğlub edib, hakimiyyətini xeyli möhkəmləndirdi. Lakin türkmən əmirlərinin əksəriyyəti ondan narazı idi. Bu dövrdə Sultan Xəlildən narazı olan əmirlər Uzun Həsənin digər bir oğlu, 14 yaşlı Yaqubun ətrafında birləşdilər. 1478-ci ilin 15 iyununda Yaqubun tərəfdarları Xoy şəhərində Xəlilə sui-qəsd təşkil edib onu aradan götürdülər. Beləcə Sultan Xəlilin hakimiyyəti cəmi 6 ay davam etdi. Əmirlər Ağqoyunlu taxtına Uzun Həsənin Dəspinə xatundan doğulmuş oğlu Yaqubu çıxardılar. Diyarbəkirdən Təbrizə gələn Yaqub özünü sultan elan etdi. Yaqubun yaşının az olmasından istifadə edən Məmlük Sultanı Qayıtbəy Urfa şəhərini tutmaq üçün Əmir Yaşbəyin komandanlığındakı 100 minlik ordusunu ora göndərdi. Vəziyyəti belə görən Sultan Yaqub ən güvəndiyi sərkərdələrin rəhbərliyi ilə ordusunu Urfaya istiqamətləndirdi. 1580-ci ildə Fəratın sahilində baş verən döyüşdə Ağqoyunlular Məmlük ordusunu darmadağın etdi. Şərqi Gürcüstan Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlulardan asılı vəziyyətdə idi. Lakin onun ölümündən sonra Gürcülər öhdəliklərinə götürdükləri vergini ödəməkdən imtina etdilər. 1482-ci ildə Ağqoyunlu Sultanı Yaqub 100 minlik ordusu ilə Gürcüstan üzərinə yürüşə başladı. Yürüş zamanı Gürcü knyazlıqları məğlub edildi, Axsqa və Xatun qalaları ələ keçirildi. Gürcüləri özündən asılı vəziyyətə salan Sultan Yaqub onları yenidən vergi ödəməyə məcbur etdi. Qısa zamanda daxili çəkişmələrə son qoyan Sultan Yaqub Ağqoyunlu dövlətinin əvvəlki əzəmətini özünə qaytardı. Lakin o qonşuluqdakı Səfəvi şeyxləri ilə münasibətə hələ də aydınlıq gətirməmişdi. Atası Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunluların Səfəvilərlə münasibətləri yaxşı idi. Hətta Ağqoyunlularla Səfəvilər arasında qohumluq əlaqələri də yaranmışdı. Lakin hakimiyyətini möhkəmləndirən Sultan Yaqub Səfəvi şeyxləri ilə münasibətdə atasının tutduğu siyasi xətti dəyişdi.
O, Səfəvilərlə birbaşa mübarizə aparmasa da, onların düşmənlərinə gizli dəstək verirdi. Belə ki, Səfəvi lideri Şeyx Heydər 1488-ci ildə atasının qisasını almaq məqsədi ilə Şirvana hücum edəndə, Şirvanşah Fərrux Yasar Ağqoyunlu Sultanı Yaqubdan kömək istəmişdi. Sultan Yaqub da bu təklifi qəbul edərək Süleyman bəy Bizanoğlunun başçılığı ilə Şeyx Heydərə qarşı qoşun göndərmişdi. Bu döyüşdə Şeyx Heydər həlak oldu, ordusu isə pərən-pərən düşdü. Bu hadisə ilə gələcək Ağqoyunlu Səfəvi müharibəsinin təməli qoyuldu. Amma bu barədə bir qədər sonra. 1489-cu ildə Van gölünün yaxınlığındakı kürdlər Ağqoyunlu dövlətinə qarşı üsyan qaldırdılar. Həmin ildə Süleyman bəyin sərkərdəlik etdiyi Ağqoyunlu ordusu kürdlərin üsyanını amansızlıqla yatırdı. Sultan Yaqubun hakimiyyəti illərində ölkədə sabitlik yarandı. Ağqoyunlu dövlətinin ən qüdrətli hökmdarlarından biri olan 26 yaşlı Sultan Yaqub 1490-cı ilin 24 dekabrında vəfat etdi. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu taxtı uğrunda yeni bir hakimiyyət davası başladı. Əmirlər 1490-cı ildə hakimiyyətə Yaqubun oğlu Baysunquru gətirsələr də, lakin onun hökmdarlığı çox sürmədi. Faktiki Sultan Baysunqur olsa da, dövləti növbə ilə onun atabəyləri olmuş Xəlil bəy və Süleyman bəy idarə edirdi. Bu əmirlər hakim sülalədən olmadıqlarına görə digər əmirlərin narazılığı artmaqda idi. Sultan Baysunqur əmirlərin əlində oyuncağa çevrilmişdi. Vəziyyəti belə görən Qacar, Mosullu və Pörnək tayfalarından olan əmirlər Əlincə qalasında həbsdə olan Rüstəm bəyi azad etdilər. Uzun Həsənin nəvəsi olan Rüstəm bəy taxt davasında öldürülmüş Maqsud bəyin oğlu idi. O, türkmən əmirlərini yanına alıb Təbrizə, əmisi oğlu Baysunqurun üzərinə hərəkət etdi. 1492-ci ilin yazında baş verən döyüşdə Rüstəm bəyin qüvvələri Baysunqurun ordusunu məğlub etdi. Döyüşdə uduzan Baysunqur Şirvana, onun atabəyi Süleyman bəy isə Diyarbəkirə qaçdı. Hakimiyyəti üçün heç bir əngəl qalmayan Rüstəm bəy 1492-ci ilin 28 mayında Təbrizdə özünü Ağqoyunlu Sultanı elan etdi. Sultan Rüstəm Ağqoyunlu taxtında tamamilə möhkəmlənmək və ara müharibələrinə son qoymaq məqsədi ilə islahatlar keçirdi. O, ilk növbədə əmisi oğlu Baysunqurun sığındığı Şirvanşah Fərrux Yasarla sülh müqaviləsi imzaladı. Lakin Rüstəmin bu islahatları ölkəni bürüyən ara müharibələrinin qarşısını ala bilmədi. 1492-ci ilin payızında Teymuri Sultanı Hüseyn Bayqaradan dəstək alan vilayət hakimi Qasım bəy Astarabadda Rüstəmə qarşı qiyam qaldırdı. Çətinlik bahasına olsa da bu qiyam yatırıldı. Bununla da Ağqoyunlu dövlətində qismən sabitlik bərqərar oldu. Hakimiyyətini möhkəmləndirdikdən sonra Sultan Rüstəm Baysunqura qarşı hərəkətə keçmək niyyətində idi. Əsas rəqibi Baysunqurla tək bacarmayacağını anlayan Sultan Rüstəm, hələ Sultan Yaqub dövründə həbs edilmiş Səfəvi sülaləsinin üzvlərini azad edib, onların gücündən faydalanmaq qərarına gəldi. Bu dövrdə Sultanəlinin rəhbərlik etdiyi Səfəvilərin xeyli tərəfdarı və hərbi qüvvəsi var idi. 1493-cü ildə Əhər yaxınlığında Sultan Rüstəm və Səfəvi Sultanəlinin birləşmiş qüvvələri Şirvanşahlardan hərbi dəstək alan Baysunqurun ordusunu darmadağın etdi. Baysunqur döyüş zamanı həlak oldu. Bu qələbənin qazanılmasında Səfəvilərin xüsusi rolu oldu. Bu da Ağqoyunlu Sultanı Rüstəmi narahat edirdi. Çünki o Səfəvilərin başçısı Sultanəlinin güclənməsindən ehtiyatlanırdı. Ona görə də Sultan Rüstəm əsas rəqibi Baysunquru məğlub etdikdən sonra Sultanəliyə qarşı siyasətini dəyişdi və Səfəvi tərəfdarlarını təqib etməyə başladı. Bu da Ağqoyunlu Səfəvi toqquşmasını qaçılmaz edirdi. 1494-cü ildə Ərdəbil yaxınlığındakı Şəməsi adlı yerdə baş verən döyüşdə Ağqoyunlular Səfəviləri ağır məğlubiyyətə uğratdı. Döyüş zamanı Səfəvi lideri Sultanəli həlak oldu. Onun qardaşları və ailəsi həbs edildi. Bununla da Sultan Rüstəm üçün Səfəvi təhlükəsi bir müddətlik ara verdi.
Sultan Rüstəm əyanların rəğbətini qazanmaq məqsədi ilə onlara çoxlu sayda torpaqlar və mülklər paylamışdı. Hərbi əyanlar ilk vaxtlarda ona rəğbət bəsləsələr də, sonradan qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdılar. Bu dövrdə əksər əyanlar Sultan Rüstəmə qarşı çıxaraq Osmanlı sarayına məktub yazdılar. Əyanlar Uğurlu Məhəmmədin oğlu Şəhzadə Əhmədin Ağqoyunlu dövlətinə təhvil verilməsini tələb edirdilər. Çünki onlar Ağqoyunlu dövlətinin xilasını Əhmədin, bəzi mənbələrdə isə Gödək Əhməd kimi qeyd olunan şəhzadənin hakimiyyətə gəlməsində görürdülər. 1497-ci ildə Diyarbəkirdən Təbrizə doğru hərəkətə başlayan Gödək Əhmədin tərəfdarları və Sultan Rüstəmin qoşunu Ərzincan yaxınlığında üz-üzə gəldi. Sultan Rüstəmin yanında yer alan əksər Ağqoyunlu əmirlərinin döyüş zamanı Gödək Əhmədin tərəfinə keçməsi ilə Sultan Rüstəm məğlub oldu. Gürcüstana qaçan Sultan Rüstəm tezliklə ələ keçirilib edam edildi. Gödək Əhməd hakimiyyətə gəldikdən sonra dövləti əvvəlki iqtisadi vəziyyətinə gətirmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün islahatlara başladı. Vergiləri qaydaya salmağa çalışan yeni sultan şəriətdə nəzərdə tutulan vergilərdən başqa bütün vergiləri ləğv etdi. Amma bununla belə vilayət hakimləri olan Eybə Sultan və Qasım bəy ona qarşı çıxırdılar. Bu hakimlər Sultan Yaqubun Şirvandakı oğlu Muradı taxta çıxarıb, mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. 1497-ci ilin 14 dekabrında müttəfiqlərin ordusu İsfahan yaxınlığında Gödək Əhmədin qüvvələrini darmadağın etdi. Bu döyüşdə Gödək Əhməd həlak oldu. Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətindəki ara müharibələri daha da kəskin hal aldı. Belə ki, Şəhzadə Əlvənd Mirzə Azərbaycanda, Məhəmməd Mirzə Yəzd vilayətində, Murad Mirzə isə Şirvanda öz hakimiyyətini bərqərar etdi. Bu dövrdə Ağqoyunlu taxtı uğrunda amansız mübarizə gedirdi. Murad Mirzə Məhəmməd Mirzəni məğlub etdikdən sonra 1500-cü ilin payızında Əlvənd Mirzənin üzərinə hərəkət etdi. Lakin tərəflər bir-birinə qalib gələ bilmədi. Nəhayət 1500-cü ilin sonunda Dərviş Baba Xeyrullahın vasitəçiliyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə tərəflər arasında sülh sazişi imzalandı və beləcə Ağqoyunlu dövləti iki yerə bölündü. Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycan və Diyarbəkir Əlvənd Mirzəyə, Ərəb İraqı, Kirman və Əcəm İraqı isə Murada qaldı. Dövlətin iki yerə bölünməyi Ağqoyunlular sülaləsini xeyli zəiflətmişdi. Bundan istifadə edən Səfəvilər Şeyx Heydərin oğlu İsmailin rəhbərliyi altında Azərbaycanda öz hakimiyyətini yaymağa çalışırdı. 1500-cü ildə Cabanı adlı yerdə Şirvanşahları məğlub edən Səfəvilər Əlvənd Mirzənin Təbrizdən qoşunu ilə ayrıldığını xəbər alıb cənuba doğru yönəldi. 1500-cü ildə Şərur adlı yerdə üz-üzə gələn orduların savaşından Səfəvilər qalib ayrıldı. 1501-ci ildə ordusu ilə Təbrizə daxil olan 14 yaşlı İsmail özünü Səfəvi şahı elan etdi və bununla da Ağqoyunlu dövlətinin bir qolu süquta uğradı. Amma Ağqoyunluların İraq qolu hələ də mövcudluğunu qoruyub saxlamışdı. 1503-cü ildə Ağqoyunlu Sultanı Murad 50 minlik ordusu ilə Şah İsmailin üzərinə hərəkət etdi. Həmədan şəhərinin yaxınlığında Almaqulağı adlı yerdə baş verən döyüşdə Səfəvilər Ağqoyunluları məğlub etdi. Xeyli torpaq itirib paytaxt Bağdada doğru geri çəkilən Murad burada hakimiyyətini yalnız 5 il davam etdirə bildi. 1508-ci ildə Səfəvi şahı İsmailin Bağdada hücumunu xəbər alan Murad şəhəri tərk etdi. Beləcə Şah İsmail Bağdadı da fəth etdi. Bununla da Ağqoyunlu dövlətinin digər qolu da süquta uğradı. Ağqoyunlu dövləti süquta uğrasa da Azərbaycan tarixində dərin izlər buraxdı. Belə ki, Ağqoyunlular dövründə inşa edilmiş məscidlər, türbələr və digər tikililər bugün orta əsr Azərbaycan memarlığının inciləri sırasında göstərilir. Həmçinin Ağqoyunlular dövründə mədəniyyət və incəsənətin əksər sahələri, xəttatlıq, memarlıq, dulusçuluq, xalçaçılıq, rəssamlıq, ədəbiyyat və digər sahələr yüksək səviyyədə inkişaf etmişdi.
Ümid edirəm qədim Ağqoyunlu dövlətinin tarixi haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.